Dekabrda Bakıda 17 dərəcə isti olacaq. İlk 5 günün havası açıqlandı. Bu ilin dekabr ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Qeyd edilib ki, birinci 10 günlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olacaq. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 7-12 dərəcə, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17 dərəcə, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.